3 yaşına qədər bunları etmirsə, gözləməyin. Valideynlərdən tez-tez belə cümlə eşidirəm. Doktor, hələ balacadır, biraz da gözləyək. Amma bəzi inkişaf mərhələləri var ki, onlar uzun müddət gözləmək doğru deyil. 3 yaşına qədər uşağınızın bu bacarıqları qazanması gözlənilir. Adını çağıranda sizə baxması, yaşına uyğun sadə cümlələr qurması və istəyini sözlə ifadə etməsi, göz kontaktı saxlaması və sizinlə ünsiyyət qurmaq istəməsi, digər uşaqlarla oynamağa maraq göstərməsi və təqlid oyunları oynaması, sadə tapşırıqları başa düşməsi. Məsələn, topu mənə ver, qapını bağla, oyuncağı yerinə qoy. Əgər bu bacarıqlardan biri və ya bir neçəsi hələ də formalaşmayıbsa, bu mütləq ciddi problem olduğu anlamına gəlmir. Amma səbəbi vaxtında araşdırmaq çox vacibdir. Erkən qiymətləndirmə və lazım gəldikdə erkən müdaxilə uşağın gələcək inkişafına böyük müsbət təsir göstərir. Unutmayın, inkişaf problemlərində ən dəyərli amil vaxtdır.